Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. Çoxdandır videolar çəkmirdim. Neçə vaxtdır istirahət gəzdiyimiz yerləri çəkdiyimiz vlogu heç cür montaj eləyib qutara bilmirəm. Ki onu paylaşım deyə. İndi də işə gəlmişəm. Bəzi malları endirimə qoymaq istəyirəm. Bəzilərini çıxartıb endirimə qoyuram, bəziləri də yerləri boşalır deyə onları yerbəyer edirəm. Bəziləri vitrinlərdə, bəziləri satılanlara boşaldıb. Buradakiləri qoymaq istəyirəm. Buradakilər də uzunlardır deyə ora yerləşdirə bilmirəm. Başında qalmışam ki, hansını hara yerləşdirim deyə. Uzunlar burada doludur. Yəni yerlər ucu bastırıq olacaq. Bastırıq da istəməm. Bəzi yerlər seyrəlib. Təzə geyimlər də gətirmək istəyirik. Sadəcə olaraq istəyirik ki, çünki bunlar biraz azalsınlar ki, sonra ucu yenilərini gətirməyə yer olsun qoymağa. Gətirib üst-üstə doldurmağın mənası da yoxdur. Bizdə də elə lap elə çirişkur yay paltarı da deyil. Yəni hicab tikanı olduğuna görə lap belə naziklər deyil. Əslində ştapeldə onları çoxları yay üçün yaxşı görürlər, amma ştapeldə onlar da ki, geyinir, alınır, sonra da şikayət kimi gəlir ki, yəni qısalırlar deyə. O da bizdən asılı bir şey deyil. Ştapellər hamısı qısalır. O bizdən asılı bir şey deyil. Ona görə ştapel düzdür, sərindir, düzdür, qırışan modeldir də həm də tez. Sərin modeldir, amma ki, yığılan modeldir. 2-3 razmer balacalaşır. Bir də kətanlar, bilmirəm kətanlar nə qədər yığılır, onu deyə bilmirəm, amma ştapellər xeyli yığılır. Ona görə də elə onları bilirdim, amma bu qədər yığıldığını bilmirdim. Ondan sonra ştapelləri bilmirəm. Gətirmək mənası var ya yox. Ya müştəri özü alanda 3 razmer böyüyünü ala gərək. Balacalaşanda əyninə sonra yaxşı qalsın deyə. Məsələn bir müştəri var idi, bu qədər xeyli bu boyda qısalmışdı da donu. Yəni qabaqcadan da deyirik əslində ki, balacalaşır deyə yığılır deyə, amma nə qədər yığıldığını onu özüm də bilmirəm axı. Bu dəfə özüm şəxsən gördüm, bilirəm ki, yığılır. Ştapeldir, kətandır, sonra pambıqdan olan bəzi belə materiallar var, onlar da biraz yığılırlar. Amma dediyim kimi genelde ştapel kimi yox. Nəysə, indi məsəl üçün bunları endirimə qoymuşdum. O dəfə axırıncı videoda çəkdirmişdim. Bəzi şeyləri əlavə qoymuşam. İndi o tərəfi də istəyirəm endirimli geyimlərlə doldurum. Bəzilərini qoymuşam, indi bəzilərini də seçib şey eləyəcəm. Yerbəyer eləyim. Sonra manekenlərin də əyinlərini dəyişmək istəyirəm. Bəs bu qədər qaldılar. Pərdən də salmışıq ki, gün pişirməsin deyə paltarları. Əslində ürəyim sıxılır bunlar belə olanda, bağlı olanda. Evdə xoşlayıram. Qaranlıqda olanda da evin içi görünməsin deyə mağazaya bu aidiyyət deyil də mağazada naborot içi görünməyi daha yaxşıdır. Bağlı kimi görünməsin deyə. Nəysə. Veşilkalar gətirdim ki, bu üstə qoyduğum şeyləri bəziləri 2-2 asdıqlarıma indi bir asım. Söyləyim, bilmirəm bu prosesləri çəkeyim, yoxsa yox. Kanalda da bir video canlanma olsun deyə. Xanımlar, videom yarımçıq qalmışdı. Sizə mən endirimli malları göstərəcəydim. Yenidən endirimə saldığım geyimləri göstərmək istəyirəm. Məsəl üçün bunları göstərim sizə. Bunlar hamısı 20% endirimdə olanlardır. Bəzilərində məsəl üçün cüzi biraz defekt olanlara daha çox endirim eləyirik. İndi məsəl üçün birim var biraz rəngi gedən, ya məsəl üçün ətəyində də köynə yuxarı hissəsində məsəl üçün heç bir problemi yoxdur. Bir dənə aşağı hissəsində yubkanın ətəyində bir dənə rəngi solunmuş biri var. Ancaq aşağı hissəsində. Onu məsəl üçün lap da münasib qiymətə vermək olar. Belə bir üst geyimləri göstərim sizə. Bu videondakı beləsinə çəkmişəm deyə videonun ardını da beləsinə də çəkməliyəm. Belə də tam görünmür. Nəysə. Belə bir kətandan üst geyimlərdir. Qolları tam uzunluq deyil, 3/4-dir də, belənçi bura kimi uzunluqlardır. Yəni bu üst geyim kimi elə belə atmaq üçün nəzərdə tutulur. Sırf belə içlik donla gedən bir şey deyil də, tam qolları qısa olduğuna görə. Yəni belə bir naxışlarla olandı. Bu biraz kapuçino rənginə daha çox yaxındır, amma bu qırıq beyaz kimidir belənçi qaşlarda. Qaş deyəndə ki, belə bir zərləri var üstündə, tikişləri ilə bir yerdə. Əyində qəşəng zərif görünür və belə bir tikişləri olan da var. Zərləri ilə. Bunda daha çox zərdir. Belə məsəl üçün orta yaşlı xanımlara daha çox uyğundur bu standart ölçüdür. Öz qiyməti 40-dır, oradan da 20%-ni çıxız. O da onun qiyməti. Belə bir geyimdir. Bunun əslində birazdan sezonudur. Bunu birazdan biz endirimdən çıxardacağıq. Belə bir dəsti, kapüşonkalı, şalvarlı. Belə bir şalvarı da var. Sport ev geyimi kimi, həyətə kim ara istəyir. Gündəlik geyim kimi.
Sonra bunu göstərmişdim deyəsən bu videoda. Belə bir üst geyimdir. İçilik donla çox qəşəng görünür. Məndə korичневый hicab da biraz adiyyəti olmayan bir şeydir. Amma qara sadə içilik donla çox qəşəng qalır. Xoşum gəlir beləncə. Başqalardan. Yəni ölçüsünə baxaram indi. Səhv eləmirəmsə standartdır. Amma ki belə çox dar da deyil, çox enli də deyil, normaldır. Bu da hələ ki endirimdədir. Birazdan bunu da endirimdən çıxardacağıq. Yəni almaq istəyən indidən alsın. Sonra belə bir qırğız donlarını da endirimə qoymuşuq. Çox enli, materialı çox gözəldir bunun. Belə bahalı materialdır da, elə belə material deyil. Sadəcə olaraq enli modeldir də. Bu arıq, xındır-boy qızlara daha qəşəng qalır. Belə bunu da endirimə qoymuşuq. Hələ ki endirimə qoymuşuq. Yəni fürsətdir, kim istəsə münasib qiymətə ala bilər. Yəni bu parçaya yəni dəyər pul verməyəm. Rasvetkalarına baxız. Sonra belə bir donlardır. Gündəlik, nə bilim, kim ara istəyir. Belə uzun. Bu ölçü iləndir. Ölçülər də var. Sonra belə bir xalat tipli belənki dəsti. Belə üst geyimi, yuxarı hissəsi. Bu da ki, aşağı hissəsi belənki yubka. Çəhrayı. Qəşəng çəhrayıdır. Yəni şit çəhrayı deyil də. Bunun o çəhrayı rəngisi, bir də mavi rəngi mövcuddur. Sonra belə bir dəsti, Mədinə ipəyindən. Bunlar kətan gedirlər. Bunlar kətandılar. Bu isə Mədinə ipəyindən, qolları belənki, özü belə rəngdə, şalvarı isə qara. Qara, ətəyi isə arxası uzundur, qabağı qısadır. Belə bir şalvar da var. Altdan qara. Gündəlik üçün çox rahat bir geyimdir. Hara getdi bunun şalvarı? Estağfurullah. Hə. Belə bir Mədinə ipəyindən də şalvarı. Bunun iki rəngi qalıb. Bir o rəngi, bir də ki çəhrayı rəngi, amma şalvarı bunun krem rəngindədir belə. Ağ deyil də belə sarımtıl ağ kimi bir şeydir. Onlar da standartdır. Və belə bir ətəklərdir. Ciblərlə belənçi, ciblər də var yanlarında. Rənglərini göstərirəm. Xaki rəngi, qəhvəyi rəngi, qara rəngi, bir də göy rəngi. Nədir? Belənçi bir ətəklərdir. Yüngül, sadə ətəklər. Belə bir kətan tipli materialdır. Kətanlar da bir neçə cürü var. Bu da onlardan biri. Belənçi rəngdir. Belə rəngi var. Qabaqdan belə iplərləndir. Cibi falan heç nə yoxdur. Belə bir ətəkdir. Bunun da bir neçə rəngi var. Bir bu rəng, bir bu rəng. Elə ki bu xakidir. Bu da ki belə nə deyirlər, qarçiçmi rəng. Sonra belə kapuçino rəngi, bir də sarı rəngi. Bu rənglərdədir və belə bir ətəklərdir. Burada iki dənə yubqadır, iki dənə qaradır. Belənçi ətəkdir. Belə. Bunun da iki rəngi var. Bir qəhvəyi, bir də qara. Sonra belə bir şifon yubqalarda üç rəngi, üçünü də elə bir yer asmışıq. Bu qəhvəyidir də, yox qaradır. İşıq vurur deyə özüm də bilmirəm nədirsə. Qəhvəyidir, göydür, mavidir. Şifon, belənçi, enli yubqa. Və Dağıstan modellərimizi də endirimə qoymuşuq. Ətəkləri. Ətək deyəndə ki, bu məsəl üçün belə bir ətəkdir. Fərqli modeldir, çox belənçi. Qabaq hissəsi də belə şalvar yubqadır. Arxası da yubqadır. Ortası isə şalvardır. Belə bir ətəkdir. Sonra bunlar bahalı modeldir. İndi endirimdədir. Belə bir sultanka. Bunu da paylaşmışam mən. Belə bir sultankadır. Boşluqda kimi tipli materialda. Çox qəşəng qalır əyində. Və belə bir yubqa. Belə ətəyi rezindədir. Belə bir hara getdi o? Belə bir iplər, şeylər də var, xəttləri. Bunda məsəl üçün ağ xəttlərdir, bunda qarasıdır. Belə enli, uzun, rahat geyimlərdir. Burada bu şalvarları da əslində endirimə qoyardım. Sadəcə ora biraz seyrək qalır deyə bunları da endirimə qoyacağım. Belə bir qabaqdan yubqa kimidir, arxadan şalvardır. Bax belə. İki rəngi qalıb. Bunları da elə bura qoyacağım. Bunlar da endirimdə. O bir tərəfdəkiləri də sizə çəkib göstərmişdim keçən dəfəki videoda. Bunlar bu qədər. Bunlar istəyərsəz indidən gəlib əldə edə bilərsiniz.
Bəzilərini dediyim kimi biraz qalanları ola bilsin ki, çıxardacağam endirimdən. Amma bu birlər uje endirimdədir. Kim əldə etmək istəyirsə, gəlib əldə edə bilər. Bir də ki, nə demək istirdim? TikTokda canlı açmaq istəyirəm. Saatını, vaxtını hələ ki bilmirəm. Gələn videoda istəyirəm dəqiqləşdirim. YouTube'da məsəl üçün vaxtını paylaşım ki, yəni mümkünsə əgər bacılardan bir xahiş edeyim. Özdə ləzgi bacılarımızdan da, yerlilərimizdən də xahiş edeyim ki, dəstək olsunlar. Yəni kimdə TikTok varsa, ya da YouTube'da, Instagram'da fərq eləmir. Xahiş edirəm, dəstək oluz. Biraz qabağa gedək ki, bizi başqaları da görsünlər, bilsinlər ki, burada belə bir mağaza var. Dəstək olsaz çox şad olaram. Canaj bu dəstəkləmiş artıq sana dedi ki, çazın köməkçidir. Çoğunu biliklidir inşallah. Sağ olun, salamat qalın. Gələn videolara kimi.